Bildiyimiz kimi artıq test tapşırıqları yalnızca dərs vəsaitindəki mətnin içindən deyil, həm də xəritə məlumatlarından da düşür. Ona görə də dərsliklərdəki xəritələrə mütləq diqqətlə baxmalıyıq. Şərti işarələrinə, onların izahlarına diqqətlə baxmalıyıq. Bu testi izah etməyə ehtiyac duydum, çünki bu testin cavabı da elə məhz xəritənin içindən çıxır. Gəlin testin izahına baxaq. A variantında deyir, 2-ci Dünya müharibəsi ərəfəsində Afrikanın şimalında demokratik rejim fəaliyyət göstərirdi. Biz bunu mətnin içində söz olaraq tapa bilmərik. Bunu xəritə məlumatından əldə edirik. İndi xəritəni sizə göstərəcəm yeri gəlmişkən. Uyğunluq gözlənilən düzgün cavabımız elə A variantıdır. B variantında deyir, millətlər cəmiyyətinin zəifliyi 1923-cü ildə aydın olmağa başladı. Bu yanlışdır, yanlış olan nədir? İl 1931-ci il olmalıydı. C variantı SSR-nin təklifi ilə Strezada konfrans çağırılmışdı. Bu yanlışdır, çünki Streza konfransında ümumiyyətlə belə deyək də SSR iştirak etməmişdi və İngiltərə, Fransa və İtaliyanın iştirakından keçirilmişdi. Bu konfrans 1935-ci ildə İtaliyada keçirilmişdi. Və Almaniyanın Versal müqaviləsinin şərtlərini pozması müzakirə olunmuşdu, amma tədbir görülmür bundan bağlı. D variantında 1935-ci ildə Almaniya Reyni plebissit yolundan qaydasından tabe etdi. Bu yanlışdır. Burada yanlış olan nədir? Reyn yox, Sar vilayətini plebissit qaydasından özünə birləşdirmişdi. Və Y variantında Avstriyanın anşlüs edilməsi Münhen konfransının nəticələrinə görə İngiltərə və Fransanın nüfuzuna zərbə vurmuşdu. Bu da yanlışdır. Avstriyanın anşlüs edilməsi deyil də Çexoslovakiyanın birləşdirilməsi İngiltərə və Fransanın nüfuzuna zərbə vurur və onların sakitləşdirmə planının puça çıxdığını göstərirdi. Yəni onlar öz müttəfiqləri Çexoslovakiyanı müdafiə etmədiklərinə görə nüfuzdan düşmüşdülər. Düzgün cavabımız A variantı idi demişdik. 2-ci Dünya müharibəsi ərəfəsində, yəni 1930-cu illərdə Afrikanın şimalında demokratik rejim fəaliyyət göstərirdi. Yəni xəritəyə baxaq. Xəritədə görürsünüz, 1930-cu illərdə Avropada siyasi rejimlər başlıqlı bir xəritədir və xəritədə rənglərin müxtəlif belə deyək də mənaları verilib. Tünd yaşıl rəngdə demokratik rejimlər, sarı rəngdə avtoritar rejimlər, göy rəngdə faşist rejimləri və qırmızı deyək, ona çəhrayı deyək, nə deyək, kommunist rejimlər göstərilmişdi. Və biz baxırıq ki, Şimali Afrika, Əlcəzair, Tunis və Mərakeş ərazisi məhz elə demokratik rejimlər olan rəngdə verilmişdi. Ona görə də bunun cavabı, düzgün cavabı bu testimizin elə bu xəritədən çıxır ki, Şimali Afrika 2-ci Dünya müharibəsi ərəfəsində demokratik rejim fəaliyyət göstərirdi.